Təbii ki, son 2 ildə biz eyni zamanda Cənab Prezidentin rəhbəri ilə sosial islahatların, beləcə də sosial təminat tədbirlərinin daha da dərinləşməsini müşahidə etdik. Belə ki, yalnız dövlət büdcəsindən son 2 ildə sosial istiqamətə ayrılan vəsait həcmi 32,7 milyard manat olub. Bu, ondan xəbər verir ki, bir tərəfdən 2025-ci ildə 5-ci sosial paketin reallaşması həyata keçirildi. Bu 3 milyon artıq vətəndaşımızı əhatə etdi və eyni zamanda dövlət büdcəsinin bu istiqamətə əlavə olaraq 1,4 milyard manat vəsaitin ayrılması reallaşdı. Eyni zamanda təbii ki, sosial sahədə sosial müdafiə tədbirləri 2026-cı ildə də davam edəcək. Çünki məhz bizim qəbul etdiyimiz dövlət büdcəsinə əsasən 2026-cı ildə sosial istiqamətə ayrılan vəsaitin həcmi 17,1 milyard manat olacaq. Və təbii ki, dünən Cənab Prezident tərəfindən bütün növ əmək pensiyalarının indeksləşdirilərək artırılması ilə bağlı sərəncamın imzalanması da ondan xəbər verir ki, sosial islahatlar və eləcə sosial müdafiə tədbirləri 2026-cı ildə də davam edəcək. Məhz Cənab Prezidentin dünən imzaladığı sərəncam 1 milyon 100 minə yaxın vətəndaşımızın pensiya məbləğlərinin artmasına gətirib çıxaracaq. Bu praktik olaraq əmək pensiyası alan bütün vətəndaşlarımızın pensiya məbləğlərində artımlarla müşahidə olunacaq. Eyni zamanda Cənab Prezidentin rəhbəri ilə həyata keçirilən siyasət Azərbaycanı regionda orta güc dövlətə çevrilməsinə gətirib çıxarıb və nəzərə alsaq ki, bir tərəfdən Amerika Birləşmiş Ştatları ilə münasibətlərin artıq stratejiləşməsi və eyni zamanda Amerika Birləşmiş Ştatlarının vitse-prezidentin Azərbaycana səfəri praktik olaraq Azərbaycana aparıcı ölkələrin münasibəti və eyni zamanda dəyərini göstərir. Son 2 ildə Cənab Prezidentin rəhbəri işğaldan az olmuş ərazilərimizin bərpası və yenidən qurması prosesi də sürətlə davam edib və yalnız həmin müddətdə Qarabağ və Şərqi Zəngəzurun bərpasına 9,8 milyard manat vəsait ayrılıb. Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurun bərpasına ayrılan vəsaitin həcmi 22,1 milyard manatdır. Artıq həmin ərazilərimizdə 75 mindən çox vətəndaşımız məskunlaşır. Bu da təbii ki, məhz Azərbaycan liderinin mövqeyi nəticəsində əldə edilən uğurlardır. Çox sağ olun.